Salam, bugün həndəsədən trapesiyaya aid bir dənə sual izahına baxırıq. Deyir ki, bərabər yanlı trapesiyanı oturacaqlar. Bu isə iti bucağı, bu isə sahəsini tapın. Cavab kvadrat santimetrlə. Gəlin, mən trapesiyanın şəkli məndə var. Onu qoyun bura, daha rahat işləyək. Trapesiya. Baxın, dedi ki, oturacaqlarımız 6. Bura ilə bura bərabərdir 6. İndi ümumi burada 16, düzdürmü? Burada 16. İndi bizə nə deyir? İti bucağı 45'dir. Deməli, baxın, bu hissədə 45'dir və bilirik ki, bura 90'dır. Burada da o şəkildə 90, 45, 45. Sonra bizə bu hissəni 16 verib. Görürük ki, bura 6'dır və buralar da bərabər. Deməli, 16'dan 6 çıxıb 2'yə bölsək, hər bir hissəyə 5 düşür. 5. 45'in qabağı 5'dir. Yəni, bərabər yanlı üçbucaq olduğu üçün burada 5'dir. Ancaq bura 5 kökdə 2'dir. Düzdürmü? Burada 5 kökdə 2 tapacaq. Deməli, burada 5. Gördük ki, nə alındı? Baxın, bir dənə düz bucaqlıdır. 2 dənə də bizdə nə var? Düz bucaqlı, 3 bucaq. İndi əvvəlcə bunun sahəsini hesablasam. 5 vuraq 5'in yarısı, 5 vuraq 5'in yarısı. Qoyun yazaq. 5 vuraq 5'in yarısı. Üzərinə gəlsin 5 vuraq 5'in yarısı. Yarılar toplanacaq. Yəni burada ümumi olacaq 25. 12,5, 12,5. Bunun sahəsi necə? Düz bucaqlı. Eni vurulsun uzunluğu 30. İndi ümumi sahəsi cəmi necə olacaq? 30'un üzərinə 25. Ümumi sahə edəcək. Burada da ümumi sahəmiz də 55 edir. Cavab da budur. Yəni bu sualın izahı bu şəkil.